Can Azərbaycan. Hər vaxtınız xeyir olsun əziz dinləyicilər. İctimai Radionun efirində Can Azərbaycan verilişi başladı. Aparıcınız mənəm Pərvanə Nadir qızı. Novruz adətləri, daha dəqiq desəm, Novruz bayramının tarixi haqqında danışacağıq. Bayramlar münasibətilə sizin hər birinizi ürəkdən təbrik edirik və arzu edirik ki, hər zaman həyatınız, ömrünüz güllü çiçəkli olsun. Mənə elə gəlir ki, bahar fəslində məhz gül çiçəyi ilə bağlı arzular etmək lazımdır. Və Novruz bayramı haqqında bizə elə gəlir ki, çox şey bilirik. Tutaq ki, biz bilirik ki, Novruzda bu adətləri həyata keçirmək lazımdır. Novruz mərasimi ilə bağlı nənələrimizdən, babalarımızdan gələn bu ayinlər var və sair və ilaxır. Amma əslində tədqiqatçılar, folklorşünaslar Novruz bayramı ilə bağlı o qədər gözəl, maraqlı, hətta mən deyərdim ki, bilmədiyimiz məqamları üzə çıxarıblar ki, belə folklorşünas alimlərimizdən biri də Atif İslamzadədir. Böyük məmnuniyyətlə Atif müəllimi salamlamaq istəyirəm. Atif müəllim, xoş gəlmisiniz verilişimizə. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə qonağımızdır, əziz dinləyicilər. Novruz ümumxalq mədəniyyətinə daxil olan bayramdır. Novruz bütün şərq xalqlarının və türk xalqlarının ortaq bayramıdır. Azərbaycan mədəniyyətində də o ortaqlıq elementləri də özünü göstərir. Eyni zamanda ortaq olmayan elementlər də özünü göstərir. Yerli, etnik məsələlər də burada özünü göstərir. Və Azərbaycan mədəniyyətində Novruz həddindən artıq sevimli bir bayramdır. Hər zaman Novruzu xalqımız böyük coşqu ilə qeyd edir. Və eyni zamanda onu qeyd etmək lazımdır ki, bəzən Novruza qarşı müəyyən fikirlər də səslənir ki, Novruzun keçirilməsi tarixdə qalıb, ona keçirilməsinə ehtiyac yoxdur, belə xaric səslər də olur. Lakin bir şey bilmək lazımdır ki, Novruzu yalnız bizim düşüncəmiz bayram etmir. Novruzu eyni zamanda bizim vücudumuz bayram edir. Yəni qan dövranı dəyişir, insan bədənində hərarət dəyişir, insan yaz ovqatına köklənir və insanın özündən asılı olmayaraq Novruzlaşır. Və bu baxımdan da Novruz bayramı yaz bayramı adlanır eyni zamanda. Və Novruz bayramının adı Azərbaycanda əsasən əvvəlki illərdə Novruz adlanmayıbdır. Türk xalqlarının bir hissəsi olaraq əvvəlki bayram adı Ergenekon bayramıdır. Ergenekon türklərin qurtuluşudur. Yəni böyük tarixi hadisədir və eyni zamanda epik məngəbəvi hadisədir və bu hadisədən biz danışsaq mövzudan çox kənara çıxmış ola bilərik. Ancaq qurtuluş anlamını götürək ki, türk xalqlarının qurtuluşudur. Türk xalqları qurtuluşunu bu bayramda qeyd edir. Və Novruzun ümumiyyətlə birinci oradan başlamaq lazımdır ki, Novruz nə üçün bizim üçün il təqvimi olaraq götürülür. Və bu mühüm məsələsidir. Yaz məsələsi mühüm məsələdir. Atif müəllim, o məsələyə keçməmişdən öncə mən istərdim ki, o qurtuluş məsələsini bir izah eləyəsiniz. Bu nəyin qurtuluşudur? Ruhun qurtuluşudur, bədənin qurtuluşudur, nə bilim insan düşüncəsinin qurtuluşudur, nəyin qurtuluşudur? Məhəmməd Əmin Rəsulzadənin o sahədə bir məqaləsi var, Qurtuluş adında və o məqalədə göstərir ki, qurtuluşun kökü qurt sözündəndir. Yəni kurt Türkiyə, yəni türkçəsincə götürən q səsi ilə yox, kurt kimi işlənir. Kurt sözündəndir və Ergenekon belə bir hadisədir ki, türklər müəyyən bir dövrdə böyük bir savaşlar keçirirlər və onlar yerin altına düşürlər. Yerin altından çıxa bilmirlər. Və yerin altından çıxmaq üçün də müxtəlif yollar axtarırlar, ancaq bu yolları tapa bilmirlər. Bir gün izləyirlər ki, bir qurd haradansa gəlib bu əraziyə çıxıb və burada su içir. Və o su içən qurda baxaraq qurdu müşahidə edirlər. Qurdun arxasıca gedirlər. Qurd onları müəyyən bir oyuqdan işıqlı dünyaya, yerin altından yerin üstünə çıxarır. Və türklər yer üzünü fəth edirlər. Və ona görə də ona Ergenekon olaraq qeyd edirlər və həmin dövrdə 20 mart ərzinə düşür, yaz ərzinə düşür və onu Novruz olaraq qeyd edirlər və qurtuluşu da eyni zamanda bu şəkildə
qeyd eləmək yalnız Azərbaycana məxsus olmamışdır. Bütün türk xalqlarına məxsus olmuşdur. Çünki türk xalqlarının vahid dastanıdır, vahid mənqəbəvisidir və tarixidir. Oğuz Kağan dastanı var, məşhur Oğuz Kağan dastanında. Məsələn, Oğuz Kağan dastanında qurd göydən enir, Oğuz Kağanın qarşısına düşür, ona yol göstərir və o yolla Oğuz Kağan dünyanı fəth edir. Və qurda da o zaman mədəni qəhrəman deyirlər. Mifologiyada buna mədəni qəhrəman deyirlər. Və Novruz o qədər kompleksə, geniş bir kompleksə malikdir ki, Novruzdan danışmaqla sadəcə olaraq qurtarmaq mümkün deyil. Bir insanın ömrü Novruzdan danışmaqla qurtara bilməz. Məsələn, gecə və gündüz bərabərliyi var Novruzda. Bəli, Novruzun təqvim hadisəsi olması. Xüsusilə müəyyən fikirlər var da, yəni Novruza qarşı olan fikirlər də var. Ancaq təsəvvür edin ki, bizim klassiklərimiz vahid Allaha inanan, vahid Allahı təbliğ edən və tohid inancı ilə, Allahın yəni birliyi inancı ilə yaşayan şəxsiyyətlərimiz hər biri Novruz haqqında gözəl şeirlər yazmışdır və Bahariyyə də adlanmışdır o şeirlərin bir qismi. Və bunların arasında xüsusilə seçilənlərdən biri Məhəmməd Füzulinin gözəl bir beytidir. O beytində deyir ki, vəslin mənə Novruz gecəsi oldu müyəssər. Çünki o gecəm gündüz ilə oldu bərabər. Yəni sənin vüsalına çatmaq mənə müəyyəssər oldu Novruz gecəsində. Yəni 20-sindən 21-nə o keçən gecə. Və həmin gecədə gecə ilə gündüzün bərabərləşmir. Çünki o gecəm gündüz ilə oldu bərabər. Təbii ki, burada bu şeir həm də irfani şeirdir, təsəvvüfi şeirdir. Biz Novruz mövzusundan çıxa bilərik bu əhatədə danışsaq. Ancaq Məhəmməd Füzuli kimi bir şəxsiyyətin gecə ilə gündüzün bərabərləşməsi, Novruzun adını işlətməsi və bu şəkildə ona sevgi bəsləməsi, ondan sonra Nəsiminin, Füzulinin, Nizaminin, digər sənətkarlarımızın Novruza böyük məhəbbətlə yanaşması onu göstərir ki, Novruz bizim eyni zamanda soy kökümüzə malik bir bayramdır və eyni zamanda bir mədəniyyətdir. Mədəniyyət hadisəsidir. Və Azərbaycan mədəniyyəti olaraq baxanda da biz Novruza Nizamidən, Füzulidən, Nəsimidən, Xətaidən, digər böyük sənətkarlarımızdan da baxa bilərik. Və o zaman Novruzun qədrini, qiymətini anlaya bilərik. Atif müəllim, o qədər gözəl məqamlara toxunursunuz ki, mənim yadıma düşür Novruzla bağlı sıradan çıxan adət-ənənələr. Gəlin razılaşaq ki, yəni bugün həyatımızın ritmimi deyim, nəbzimi deyim, bir sıra adət və ənənələrə də öz təsirini göstərir. Necə düşünürsünüz? Bayram ənənələrinin qorunması haqqında və onun gələcək nəsillərə ötürülməsi haqqında nə etmək lazımdır? Gözəl sualdır. Dövrümüzə görə bir qədər də mürəkkəb sualdır. Çox şaxəli cavabları ola bilər. Yəni bir tərəfli cavab vermək demək olar ki, mümkün deyil. Məsələn, şəhər mühitində yaşayırıq da, Atif müəllim. Yəni artıq belə deyim, qulaq falına çıxanlar mən inanmıram ki, o dəmir qapılar arxasında danışılan nəyisə eşidə bilsin. Yəni o qədər hər şey dəyişib ki. Əlbəttə biz müasir dövrün müəyyən tələbləri var. O tələblər müəyyən adətləri də aradan hissə çıxarır. Ancaq biz eyni zamanda bu məsələni götürüb tam müasir istiqamətə yönəltməli olsaq, süni intellektə qədər apara bilərik. Süni intellektə qədər əgər aparsaq mövzunu, o zaman mədəniyyətlər belə inteqrasiya olunacaq. Yəni gələcək mədəniyyətlər belə dünyada inteqrasiya olunacaq. Yəni bu qloballaşmadır da, artıq başlayıb proses. Bəli, və o mədəniyyət qala biləcək ki, o özündə çox böyük milli kimlik daşıya bilir. Və çox böyük mədəniyyət daşıya bilir. Ancaq bu baxımdan Novruz istisnadır. Yəni Novruzda elə elementlər var ki, ola bilsin ki, onlar sıradan çıxsın, amma bütövlükdə kök olaraq, şaxə olaraq invariant deyilir elm sahəsində. İnvariant olaraq Novruz sıradan çıxa bilməz. Çünki Novruz bütün insanın genetikasından gələn bir məsələdir, mənəviyyatından gələn bir məsələdir və insan
olduğu yerdə Novruz olacaq. Əgər süni intellekt insanı aradan qaldırarsa Novruz olmaz. Ancaq insan olan yerdə hər zaman Novruz olacaq. Arif müəllim, necə bu çox möhtəşəm cavabdır, əziz dinləyicilər. Doğrudan da Novruz bayramı ilə bağlı sizin yeni tədqiqatlarınız var. Mənə elə gəlir ki, bu bayramın tarixi ilə bağlı apardığınız tədqiqatlarda mütləq bölgələrdə keçirilən adət-ənənələrə də əsaslanmısınız. Bəli. Məsələn, bölgədən bölgəyə fərqi olur. Tutaq ki, Novruzun əsas atributlarından biri nədir? Tonqalın qalanması. Bəli. Elə bölgələrimiz var ki, orada 7 tonqal qalanır və vacib deyil ki, onlar hamısı gür olsun. Onlar kiçik-kiçik tonqallar da ola bilər. Bəli, bəli, bəli. O da var. Yəni misal üçün deyirəm, hansı bölgələrimizə belə deyim də daha çox səyahət etdiniz, harda apardınız araşdırmalarınızı, kimlərin əsərlərinə istinad etdiniz, əsas mənbələr nədir sizin üçün? Bilirsiniz Pərvanə xanım, Novruza yanaşanda konkret hər hansı bir atributu götürəndə onun iki tərəfli yenə də tədqiqi meydana gəlir. Aha. Yəni qəbul edilən tərəfləri, qəbul edilməyən tərəfləri və o qəbul edilməyən tərəflərə də aydınlıq gətirilməlidir. Misal üçün, tonqal məsələsini götürək. Tonqal məsələsində iki elm sahəsində alimlər və tədqiqatçılar iki hissəyə bölünür. Bəli. Bir hissə iddia edir ki, tonqal atəşpərəstlikdən gəlir. Onun üzərindən tullanmazlar. Onun üzərindən tullanmazlar və s. və ilaxır. Bir hissə isə iddia edir ki, tonqal adi bir xalqın həyatında əhəmiyyətli olan bir oddur və odun həyatımızda əhəmiyyətli olduğuna görə o tonqaldan üzərindən atlanırlar, keçirlər. Və məsələn, bəzi bölgələrimizdə biz bölgələrdən danışırıq, suyun üzərindən atlanırlar misal üçün. Məsələn, tonqal üzərindən atlanırlar. Laxır çərşənbənin səhəri olur bu. Və yaxud məsələn, bəzi çərşənbələrdə, tutalım Qarabağda misal üçün, tək çərşənbə deyilir. Məsələn, tək çərşənbə anlayışı var. Məsələn, belə bu axır çərşənbəyə, yəni tək çərşənbə deyilir. Məsələn, axır çərşənbə məsələsini götürək. Axır çərşənbə məsələsi iki cür xalq arasında artıq kütləviləşmişdir. Biri axır çərşənbə adı ilə, digəri isə ilaxır çərşənbə adı ilə. İlaxır çərşənbə adı nə üçün qoyulmuşdur? Çünki xalq 21 Martı təqvimi olaraq qəbul edir. Və təqvimi olaraq qəbul edəndə il 31 yanvarda dəyişmir. Xalq təqviminə görə il 21 Martda dəyişir. Və sizə məsələn maraqlı bir məsələ deyim ki, 1672-ci ilə kimi yaxın Rusiyanın özündə belə 21 Mart ilin dəyişmə təqvimi olmuşdur. Yəni 1672-ci ilə kimi. Təsəvvür edirsinizmi? Sonrakı illərdə isə sentyabra keçirilmişdir. Ondan sonra da Qriqori təqvimi Lenin tərəfindən qəbul olunmuşdur. Yəni Novruzun yaz ayın 21 Mart təbiətin dirilməsidir. 31 dekabr isə təbiətin ölü vəziyyətidir. Və təqvimin anlayışı yenilik deməkdir. Yəni bir qövmün təqvimin anlayışı, kökü, yəni mənası budur. Bir qövmün özünü təzələməsidir. Yəni bir millətin özünü təzələməsidir. Və özünü təzələmə də sizin müşahidə etdiyiniz kimi mart ayında baş verir. Bu 31-də baş vermir. Hətta 31 dekabrda da siz fikir verirsinizsə 13 yanvara qədər bayram edilir. Bəli, 13 yanvarda qeyd olunur və s. və ilaxır. Və bu baxımdan da bizdə məsələn Novruz bayramında bu məsələn yəni o qədər genişdir ki biz geniş danışmağa məcbur oluruq. Buyurun, buyurun. Mən bu məsələni deməyi özümə borc bilirəm ki bizdə 31 yanvarda birinci iddia olunan kimi İsa Peyğəmbərin Mövludu adı ilə iddia olunan bayram deyil. Çünki əgər İsa Peyğəmbərin Mövludu olmuş olsaydı 31 dekabr o zaman biz kilsə ayinlərinin şahidi olardıq həmin bayramda. Ancaq biz bunu 31 dekabrda görmürük. Kilsə ayinləri görmürük. Kilsə ayinlərində nə Şaxta baba ola bilməz, nə Qarqız ola bilməz. Şaxta baba hardan gəlir? Şaxta baba iki yolla bizə gəlir. Bir yol Ayaz babadır, türk xalqlarından gələn Ayaz babadır. Qədimdə bəli Ayaz baba var. Ayaz babadır. Ayaz baba paylayır. Ayaz babadır.
və ikinci isə Novruza düşür. Novruzda Yel Baba mərasimi var, məşhur mərasimdir. Bəli. Üçüncü çərşənbəmiz olaraq sıralanmışdır. Çərşənbələrin yeri sıralı olmaya da bilər. Ancaq təbiətdə təbii ki, yelin funksiyası böyükdür. Küləyin, yəni funksiyası böyükdür. Və yel mərasimi keçirilmişdir. Və orada taxılın, təsəvvür edin, taxıl, köpşəndə taxıl döyülür, üzr istəyirəm. Köpşəndə taxıl döyülür və sonra taxıl xırmana gətirilir. O orada ələnir, təmizlənir, hazırlanma prosesi gedir də. Yəni taxıl hazırlanması, orada təmizlənmə. O yelin də orada rolu odur ki, yəni həmin dövrdə yel əsib o təmizlənmədə xalqa kütləvi şəkildə kömək edir. Ancaq burada bir maraqlı nüans var, çox maraqlı bir nüans var. Heç bir halda taxılın yetişməsi Novruza düşmür. Bəs necə olub ki, belə bir bayram, Yel Baba mərasimi adında bir bayram xalqın ənənəsində 100 illərlə olub. Halbuki o dövrdə taxıl olmayıbdır. Yəni taxıl yetişib əmələ gəlmir axı. Bu onu göstərir ki, xalq Novruzu o qədər sevir ki, öz sevdiyi, yediyi, ruzini, çörəyi Novruz bayramı ilə bir yerdə görməyə diləyir. Və bu baxımdan da o adət-ənənə xalqda transformasiya olunur, əvvələ qayıdır. Yel Baba mərasimi isə Şaxta Baba mərasiminə təsir edir. Yəni Şaxta Babanı biz ona görə qəbul etmişik ki, bizim Yel Baba mərasimimiz olmuşdur. Çox maraqlıdır. Deməli, sizin dediklərinizdən belə çıxır ki, Novruz bayramının tarixi çox qədimdir. Onu hansısa bir inancla, cərəyanla bağlamaq düzgün deyil. Bəlkə də Novruz qədim insanın, belə deyim də, ilkin təsəvvürüdür. Bəli, bəli. Mifologiyadan yanaşanda, Atif müəllim, düz deyirəm. Mifologiyadan yanaşanda biz bunu görürük ki, o insanların ki, inancları olub, qədim insanlardan söhbət gedir və bu inanclar əzdinləyicilər təbiət hadisələri ilə bağlı olub daha çox. Və Novruz da məhz buna əsaslanan bir bayramdır ki, görün nə qədər sınaqlardan, əsrlərdən, zamandan keçib bugünə qədər gəlib çıxıb, Atif müəllim. Bu əlbəttə ki, böyük bir şeydir, elə deyil? Bəli, sözümün əvvəlində dedim ki, Novruzu bizim eyni zamanda düşüncəmizdən əlavə vücudumuz da bayram edir. Yəni bizim vücudumuz nə qədər var, onun Novruz olacaq. Və bu baxımdan da bu məsələlər həddindən artıq dərin məsələlərdir. Bir məsələ ilə, bir yazı ilə, bir tədqiqat işi ilə, bir çıxışla Novruzun hansısa bir problemini həll etmək mümkün deyil. Novruzun problemi var. Sovet dövründə Novruza yanaşma olub, biz bilirik. Yox, anlayışda demədim. Onlar problem olub. Amma siz problem deyəndə nəyi nəzərdə tutursunuz? Yox, o anlayışda demirəm. Elmi problemdən danışıram. Yəni həll etmək. Aha, onda bir elmi problemi mən sizə deyim. İndi siz onu burada həll eləyin. Ayaz Babadan danışdınız, Yel Babadan danışdınız, Şaxta Babadan danışdınız. Bəs bu Kosa Keçəldən nə vaxt danışacağıq? Bəli. Kosa Keçəl necə meydana gəlib Novruz bayramında? Kosa Keçəlin özündə də yenə də ikili məsələlər meydana gəlir. Yəni yalnız Kosa və Keçəl deyil, Keçəlin keçiyə çevrilmə prosesi də mövcuddur Novruzda. Təsəvvür edirsiniz, bir yerdə tamaşalarda, xalq tamaşalarında Kosa və Keçəldir, digərlərində isə Keçəl yoxdur, keçidir. Yəni artıq o yer dəyişmə baş verir. Və burada əslində nədir? Hansı düzdür? Əslində nədir deyim? Hər ikisi düzdür yerinə görə, situasiyaya görə, şəraitə görə. Və əslində nə baş verir? Qışdan yaza, bayaq dediyimiz kimi Pərvanə xanım, keçiddir. Burada bir ritual baş verir. Ritual bir motiv olaraq ölüb dirilmə motividir. Buna inisiasiya elmində inisiasiya mərasimi deyirlər. Ancaq şəxsən mənim özümün gəldiyim qənaətə görə uzaq meyllərdən gəlmə hansısa bir inisiasiya mərasiminə nəyisə bağlamağın əhəmiyyətini o qədər görmürəm. Çünki nəyə görə görmürəm? Çünki bizim gözümüzün qarşısında, sözün həqiqi mənasında heç bir mərasim baş vermədən təbiət ölür, dirilir. Gözümüzün qarşısında ölüb dirilir. Yəni ki, qış gəlir, vəziyyət həddindən artıq ağırlaşır, çətinləşir, çillələr keçirilir. Siz özünüz görürsünüzmü ki, məsələn, Novruz böyük bir kompleksdir və Novruz bir mərhələnin, yaxın bir mərhələnin dövrü deyil. Novruz qışın girişindən çıxışına qədər olan müşayiətdir. Yəni təsəvvür edin, yeni gün, yəni demək istəyirəm. Yəni təsəvvür edin, yeni günə doğru, il yekunlaşmağa doğru başlayır. İl yekunlaşmağa doğru başlayanda 40 gün xalq çilələrdə olur,
sonra 20 gün yenə Çilələrdə olur, sonra Bozayda olur. Və burada ən maraqlı nüanslardan biri də odur ki, Novruzda bəzi etimoloji baxımdan araşdıranda bəzi kəlmələr fars kəlmələridir, farscadır, amma bəzi kəlmələr isə türkcədir. Və bu görünür ki, türklərdə olan, o türk mədəniyyətində olan Novruzla fars mədəniyyətində olan Novruz da fərqlidir. Və eyni zamanda bu iki mədəniyyətdə olan Novruzun arasında inanc fərqləri vardır. Məsələn, Nizami Gəncəvi göstərir ki, İranda Nüşabəni İskəndər qəbul edərkən atəşpərəstliyi nümayiş edir. Novruzu atəşpərəstlik şəklində keçirir. Amma Qızıl Arslan, türklərin hökmdarı Qızıl Arslanla bağlı kəlamlar yazarkən isə orada meraca gedən, gecə meraca gedən hüsnünə qoymuşdu ulduzlardan tac, gündüzü Novruzdur, gecəsi meyrac. Merac Muhammed Əleyhisselamın meraca gedişidir və çünki nəyə görə? Çünki türklər vahid Allaha inanırdılar. Və Nizami orada işarə səviyyəsində göstərir ki, türklər vahid Allaha inandıkları üçün onlar atəşə sitayiş etmirlər. Onlar Novruzu vahid Allah inamı ilə keçirirlər. Bugünün özündə və yaxud bir 100 il əvvəlin mənbələrini araşdırın. 200 il əvvəlin mənbələrini araşdırın. Misal üçün Xətayını araşdırın. Ondan əvvəlkiləri araşdırın. Görün hansı birində siz atəşpərəstlik, o cür inanclar görəcəksiniz. Siz məgər Nizamidə atəşpərəstlik mi görəcəksiniz? Xətayda atəşpərəstlik mi görəcəksiniz? Yəni onlar Novruza bu cür yanaşmayıblar. Onlar vahid Allah inamı ilə yanaşıblar. Allaha dua edirlər, il dəyişir, il yeniləşir, insan yeniləşir və insan öz arzularını, diləklərini Allaha çatdırmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Müxtəlif vasitələrdən biri də tutalım su üstünə getməkdir. Onun biri tutalım tonqal üzərindən atlanmaqdır. Çünki o da Allahın insanlara bəxş elədiyi ən böyük nemətdir. Onun biri bayaq dediyim kimi yel mərasimində çörəkdir. Çörək Allah Taala'nın insanlara bəxş elədiyi ən böyük nemətdir, ruzidir. Ruzi özü də gün deməkdir. Ruzi sözünün mənası. Ruzi sözünün mənası gün deməkdir. Novruz da oradandır. Nov yenidir, Ruz gün deməkdir. Yeni gün. Və türklərdə buna yengi gün deyirlər. Yengi gün. Bugünün özündə də Şirvanda misal üçün xalq arasında Novruz gələndə deyirlər ki, yengi gəldi. Yengi gəldi. Bugün qalıb o, hə? Bəli, yəni bu arxaik sözlər qalır. Eyni zamanda siz bayaq çox maraqlı oldu mənim üçün. Siz çox maraqlı müsahibsiniz. Və siz də. Və mənim üçün maraqlı oldu. Siz mifologiyadan bir qədər gəzişmələr elədiniz. Bildiyimdən də Atif müəllim. Belə bir məsələ deyim ki, mifologiyada belə bir məsələ var. Mifologiya heç zaman ölmür. Mif daha doğrusu heç zaman ölmür. O hardasa ilişib qalır genetik koddur. Və o daşınır və biz bugünün özündə müəyyən cümlələr işlədirik. Biz öz anlayışımıza görə o cümlələri anlayışımızla bir anlamda qəbul edirik. Ancaq o cümlənin bir tədqiqatçı götürür, semantik araşdırmasını aparır, yəni işarəvi, semantika işarə deməkdir, işarəvi araşdırmasını aparır. Orada çox mənalı sözlər, sözün layları, qatları, sözün strukturu, bunları araşdırır. Bunları araşdırarkən məlum olur ki, burada böyük mifoloji arxetiplər mövcuddur. Və o arxetiplərdən biri də nədir? Keçəldir. Keçəl arxetipini biz bugün, misal üçün Nüsrət Kəsəmənli şeirində deyir ki, keçəli aldadır, indi saçdılar. Yəni sözü bir qədər tərsinə işlədir ki, daha nağıllara inanmıram mən. Əslində nə deməkdir? O alt qatlarda nə var keçəllə bağlı? Əslində yəni o keçəllə bağlı dediyim kimi keçəl və yaxud keçi yazın gəlişinin simvoludur. Məsələn, xüsusilə orada Kosa qışın simvoludur. Məsələn, Kosa ilə bağlı bir maraqlı bir məsələ də deyim. Kosa bizim iki xalq tamaşalarımız olub. Bu xalq tamaşaları birinci bizə onu göstərir ki, bizə piyesşünaslıq 18-ci əsrdən 19-cu əsrdən gəlmir. Yəni bizim ən qədim xalq tamaşalarımız olub, onlar piyeslər olub və itən tamaşalarımız da əlimizdə deyil sadəcə olaraq. Və xalq tamaşalarının ən məxsuru, bir neçə tamaşa var da, ən məxsuru əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaşdır və Kosa tamaşasıdır, xalq tamaşasıdır. Və bu xalq tamaşalarının hər ikisində bütün personajlar Kosadır.
Yəni o əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaşlar, iki qardaş arasında ki, onlar razılaşırlar, bir yerdə məhsul əkirlər, sonra məhsul üzərində biri tənbəl olur. O tənbəli bu biri qardaş nə qədər edirsə, o yenə tənbəlliyindən əl çəkmir. Tənbəl tənbəlliyindən əl çəkməz təbii ki. Eyni zamanda sonda artıq o payı ona vermir. O məhsul ki əmələ gəlir, payı ona vermir, sonra onu vurur öldürür. Və orada vurub öldürmək təbii ki, bugünkü anlayışda vurub öldürmək anlayışı vermir də. Yəni onların hər ikisi kosadır, orada verilir. Xalq tamaşasında hər ikisi kosadır. Kosanın biri ölür, biri qalır. Məsələn, bizim Novruzda həmin kosa tamaşasında da yenə kosa ölür, sonra dirilir. Kosa tamaşasında. Çünki kosa ölür, qışda qalır. Bəli. Həmin kosa ölür, qışda qalır və yeni kosa dirilir. Yeni kosa yaz gəlir. dirildikcə keçəlləşməyə, keçəl isə tükləşməyə başlayır. Tükləşmə bərəkətləşmədir, artımdır, yaşıllaşmadır. Yaşıllaşmağa başlayır. Və burada bunlar çox qədim və dərin arxetiplərdir, simvollardır, işarələrdir. Və o işarələri bəzən görsən ki, qeyri-peşəkarlar deyirlər ki, bizə kosa nəyimizə lazımdır, kosa belə nə bilim bir mövzu qaldırırlar, bir mövzu qaldırırlar. Ancaq bunlar simvollardır, bunlar konkret tutalım belə götürək ki, bir adi bir piyes oxuyursan, orada bir obrazlar var. Bu obrazlar demək deyil. Və yazdan qışa keçidin tamaşasıdır o. Tamaşasını xalq edir. Və xalq həm də Pərvanə xanım gözəl yaşayıb da, doğrudan da xalqımız gözəl yaşayıb, gözəl vaxt keçirib. Mən sizə deyim də, məsələ nədir o? Gözəl yaşamaq nə deməkdir? İndi onu izah eləməz dinləyicilər. İndiki kimi həyatımız bu qədər asanlaşmamışdı. Əl çatımlılıq yox idi. Elektrikin kəşf olunmadığı dönəmdə Azərbaycan poeziyasında, Azərbaycan folklorunda, ədəbiyyatında nə yarandı? Dastanlar yarandı. Çünki insanlar yığışırdılar bir lampa işığında günlərlə. Bir aşıq gəlirdi, hər gecə dastanın bir hissəsini danışırdı. Niyə bugün dastan yaramır? Dastan yaramır, əvəzində seriallar çəkilir. Düzdür, Atif müəllim? Yəni ki, biz elə bir dövrdən danışırıq ki, ilkin insan təsəvvürlərindən danışırıq və o dövrdən bu günə qədər gəlib çıxan Novruz bayramı həm də ona görə bizim üçün önəmlidir ki, bu bayram insanları belə deyim də bir-birinə yaxınlaşdırır. Bugün bizim həyatımızda texnika, texnologiya bizə elə təsir göstərib ki, biz sadəcə bir şəkil paylaşmaqla və yaxud kiminsə ad gününü 2 kəlmə təbrik etməklə, ona 2 kəlmə söz yazmaqla işimizi bitmiş hesab edirik. Amma Novruzda bizim vaxtımız var ki, biz gedək canlı ünsiyyətdən yararlanaq. Həmişə bunu qeyd edirəm. İnsan daha çox nəyə möhtacdır? İnsan insana möhtacdır. Yəni o insanlarla bağlı arzularımızı dilə gətirək. İnsan elə o deməkdir də, ünsiyyət sözündən. Deməli, Atif müəllim mənə telefonla müsahibə versəydi, bu söhbətin dadı duzu olmayacaqdı. Bu söhbətin dadı duzu ondadır ki, Atif müəllim bugün bizim studiyamızda mənlə üzbəyüz əyləşib. Və mən sizə çox dərin təşəkkürümü bildirmək istəyirəm, Atif müəllim. Nə tövsiyə edirsiniz? Gənc alimlər gəlir də, məsələn, folklorşünaslığa da gəlir. Düzdür, bugün daha çox elmi kəşflər, ixtiralar üzərində insanlar düşünür. Keçmişə getmək bir o qədər də maraqlı deyil bəlkə də. Amma hər halda gənclərimiz var, folklorşünaslığa meyil eləyirlər, öyrənmək istəyirlər, o söyləyicilərimiz də hələ də var. Nə tövsiyə edərdiniz? Bilirsiniz, böyük şairimiz Bəxtiyar Vahabzadə deyir ki, qədim tarixini bilməyən insan özünü anlamaz, sözünü bilməz. Əyilib çeşmədən su içər heyvan, içdiyi çeşmənin gözünü bilməz. Tarixini bilməyən gələcəyinə gedə bilməz. O baxımdan gənclərimizə də bizim tövsiyəmiz odur ki, onlar bugündülər və onlardan sonra gələnlər onlar üçün gələcəkdilər. Və onlar gələcəyi daha yaxşı izah eləmək üçün keçmişi də izah etməyi bacarmalıdırlar. Yəni ona görə də bizim mədəniyyətlərimizi öyrənməlidirlər. Bizim miras var, böyük miras var və bizim bəxtimiz, taleyimiz onda gətirib ki, böyük millətik və böyük mədəniyyətlər yaratmış bir millətik. Və bizim böyük şəxsiyyətlərimiz, elə böyük şəxsiyyətlərimiz var ki, onların yalnız birini götürüb dünyaya çıxarıb gecə-gündüz təbliğ etsən, dünyanı da onun qarşısına çıxarıla biləcək şəxsiyyətlər çox az olur.
Aydın. Çox az olur. Məsəl üçün Nizami kimi adamın. Təsəvvür edirik ki, Nizamın üzərində bütün dünyada müharibə gedir. Az qala Nizami ki, Gəncəvi. Nizam bizimdir. Bəli. Yəni öz adlarına çıxmağa çalışırlar. Yəni- Bizim əlimizdən almağa çalışırlar. İndi biz tarixi versək və biz müasir dövr anlayışını bilərək milli kimliyimizi inkişaf elətdirmək üçün tariximizi də gözəl yaşatmağı bacarmalıyıq. Mən sizə dərin təşəkkürümü bildirirəm. Sonda bir balaca üzüldüm dediklərinizə. Nəyə görə? Demək ki, biz keçmişə xor baxmamalıyıq. Çünki biz özümüz də nə vaxtsa keçmiş olacağıq. Yəni Bəli. nə vaxtsa keçmiş olacağımızı unutmamalıyıq. Elə demək Bəli, əlbəttə, istəyirsiniz, hə, Akif əlbəttə. müəllim? Minnətdaram gəldiyiniz üçün. Təşəkkür edirəm bir daha. Çox sağ olun Pərvanə xanım. Mən də gözəl belə söhbət üçün, insan sözünün anlamı olan ünsiyyət, gözəl ünsiyyət üçün sizə minnətdaram. Təşəkkür Sağ olun. edirəm. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə ilə həmsöhbət oldum bu gün əziz dinləyicilər. Novruz bayramının tarixi, Novruz adət-ənənələri, Novruz haqqında qədim insanların düşüncəsi, mifoloji yanaşma, çalışdıq ki, bu haqqda danışaq, yeni tədqiqatlara nəzər saldıq. Aparıcınız mən idim Pərvanə Nadir qızı. Sabah eyni saatda Can Azərbaycan deyərək görüşmək ümidi ilə sağ olun, salamat qalın.